Bakı Dövlət Universitetində Geologiya Muzeyinin açılışı olub. İnnovativ tədris və təlim mərkəzi Azərbaycanın zəngin təbii ehtiyatları və bu sahədə elmi uğurları təqdim etmək məqsədi ilə yaradılıb. Muzeydə geologiya tarixi, mineral ehtiyatlar və qorunan təbiət abidləri kimi mövzulara həsr olunan 8 tematik güşə mövcuddur. BP şirkətinin dəstəyi ilə biz Faydalı Qazıntılar Muzeyini yenidən qurduq. Eyni zamanda yeni konsepsiya əsasında həm muzey, həm tədris laboratoriyası, eyni zamanda şöhrətli akademik Musa Əliyevin kitabxanasının bir çətir altında ərsəyə gətirilməsi, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsinə, təcrübə birliklərin möhkəmlənməsinə kömək edəcəkdir. Tələbələr üçün çox önəmli və möhtəşəm bir məkanın açılışında iştirak etdik. Burada olan eksponatlar haqqında tələbələr rəqəmsal formada məlumat ala bilərlər. Bu da tarixi irsin qorunması mənasında çox önəmli bir faktdır. Mən ümid edirəm ki, gələcəkdə də biz rəqəmsallaşmanı genişləndirə bilərik. Eyni zamanda tələbələri dəstəkləyəcəyik, çünki tələbələr ölkənin gələcəyidir.